Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramına uyğun olaraq Akademik Həsən Əliyev küçəsi, Koroğlu metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinədək olan hissəsinin tikintisi sürətlə davam etdirilir. Yeni avtomobil yolu Ziya Bünyadov və Heydər Əliyev prospektlərinə paralel olaraq layihələndirilib və inşa edilir. Dövlət proqramına əsasən avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi, Müzəffər Nərimanov küçəsinədək olan hissəsi 6 hərəkət zolağından ibarət olmaqla ümumilikdə 3,9 km uzunluğa malik olacaq. Bundan əlavə 2,6 km uzunluğunda qollar, ramplar və yanaşma yolları da layihəyə daxildir. Avtomobil yolunda ümumi uzunluğu 2073 metr olan 4 tunel və ümumi uzunluğu 112 metr olan 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulur. Bir nömrəli tunel yolun 0,8-ci kilometrində yerləşir. Ümumi uzunluğu 506 metr, eni 17 metrdir. 2 nömrəli tunel yolun 1,5-ci kilometrində yerləşir. Ümumi uzunluğu 363 metr, eni 11 metrdir. 3 nömrəli tunel yolun 1,8-ci kilometrində yerləşir. Ümumi uzunluğu 307, eni 27,5 metrdir. 4 nömrəli tunel isə yolun 2,4-cü kilometrində yerləşir. Ümumi uzunluğu 894,7 metr, eni 27,5 metrdir. Hazırda bütün tunellərdə və yeraltı piyada keçidlərində tikinti quraşdırma işləri davam etdirilir. Tikinti prosesi inşaat norma və qaydalarına uyğun şəkildə həyata keçirilir. Bütün inşaat meydançalarında mobilizasiya və demobilizasiya işləri başa çatdırılıb. Hazırda Ulduz metro stansiyasından Həsən Əliyev küçəsi istiqamətində tikinti quraşdırma işləri sürətlə və keyfiyyətlə davam etdirilir.